Çətin bu oyunlardan sonra danışmaq. Belə mən geçən uşaqlar əlindən gələn elədilər, sonuna qədər güclü mübarizə apardı. Təəssüflər olsun ki, bu il qapımıza nə gedirsə qol olur. Elə qollar buraxdıq ki, bu tip oyunlarda bu qollar bağışlanılmazdı. 60-cı dəqiqədə bir dənə qapımıza zərbə oldu da qol oldu. İndi ştanqanı səhmirəm, birincisində özümüz vermişdik. Böyle başqa bir hücumları yox idi. Sonra bərabərləşdirdi, üstünü biz tərəfə keçməliydi. Yenə hissədən bir qol buraxdıq. Belə çox danışsa bir şey yoxdur. İkinci golda oyunda səndən çıxmamışdı, BB2 nəsə etiraz edir. %100 məndən çıxmamışdı. %100 məndən top çıxdı. Mənə baş ayağıma top dəymədi. O 10 nömrə topu düzəltmək istəyirdi. Top onun ayağından çıxdı Qulavoya. 5-ci hakim kornerdə. Nəsə hakimdən nəsə danışmaq istəmirəm. 3 golda arada Şehizdə qapıcı gözləşirsən. Səncə Şehiz komandanı xilas eləmədi yoxsa istiqamət? Hər birimizin səhvi vardı o golda. Yəni ümumiyyətlə o zonadan zərbə vurmağa da gəlir, imkan verməyə. Zərbə olubsa sonra indi qaban almaq lazım. Nə cürsə də nə bilim, hamımız bir yerdə uzmuşuq. Kimisə indi adını söz çəkmək istəmirəm. Buraxılan qolda və yaxud vurmadığımız epizodlarda mən məğlub oldum. Ümumiyyətcə, yəni bu il biraz Avroligdə qapımıza nə gedir qol olur, qapımıza nə gedir qol olur. Yəni mən Slovanla oyunda yadıma gəlmir də, 4-cü momentdə Slovanla yadıma gəlmir ki, Slovan 4-cü moment oldu vuram mən. Və yaxud götürək Slovanın buradakı oyun 2 dənə zərbə, 2 dənə qol. Götürək Çexiya Viktoriya ilə bir dənə zərbə, bir dənə qol, 2 dənə. Yəni belə də nə zərbə olur qapımıza qolla nəticələnir. Sanki elə olmur da ki, rəqibin qol imkanı olsun, qol olmasın, deyək ki, 2 dəfə rəqib moment oldu, girmədi. Biz eşidən bir dənə qol. Nəsə qismətdir, yoxsa nəyəsə düz eləmirik, nəticə çıxartmaq lazımdır. Özün nə dərəcədə ağrılar başlayır? Çox şükür, bu dəqiqə vaxtda danışmaq istəmirəm. Oyunu sonuna başa vurduq. Bir 8 nömrə ilə onu baxsan oldu. Bir kəlmə dedim ona, sadəcə onu demək istəmirəm. Amma ürəyimdə bir söz vardı, onu dedim. Ona yox, 3-4 nəfərə dedim. Başa düşdüm. Belə də haradasın. Biz yaxşı buna onun fikrimi çatdırdım. 2 il əvvəl demişdin ki, bəlkə də son belə də şansında, amma elə oldu ki, 2 il keçdi, yenə də bu şans ələ düşdü. Yenə də ümidin var mı, yoxsa? Ben 2 il bundan qabaq düşünməzdim ki, axırıncı turda belə bir şans olacaq. Çıxa bilməyəcək, amma sonra görürsünüz yenə gəldi. Ondan sonra 2 il oldu, hər 2 ildə də şansımız vardı. Keçən də Anderlecht 1-0 əldə edik. Sonra oyun əldən getdi. Bu günlərdə şansım imkanımız vardı, amma yenə fürsət əldən getdi. Nə bilim, sonuna qədər cəhd eləyəcək də, görün inşallah. Bir də ola bilər düşməsin, ola bilər də düşsün, Allah bilir. Nəsə indidən demək, görürsünüz, əvvəl dedim ki, bir də bəlkə belə şans olmayacaq, amma ondan sonra 2 ildə aldığı şansımız olmur. Bəlkə indi fikirləşəcək, amma olmayacaq. Yəni, birinci mərhələ uzatacaqsın. Futbolda nəsə əvəzləndirmək olmur. Burada mənə bir sual verdim, amma qeyri-müəyyən cavab verirsən. Üçüncü oyun, sənin Avropa arenasında son yedi yoxsa devam? Biraz böyle qəribə sualdır, hamımıza görə, yəni, niyə o nəticəyə gəlmişsin, onu bilmirəm. Niyə o nəticəyə gəlmişsin, mənim maraqlıdır. Daha asıl şəkildə belə deyəsin ki, nə vaxt geçirsən, onu bilirsən. Hələ sözüncü vaxtda düşünmürük, yəni inşallah ki, indi ola bilər də, indi sualı var. Mən prosta mənə özümə maraq. Saradan əziyyət çəkirsən, Bu gözəl bir sualdır. İndi yaxşı, gözəl sualdır, mən sual cavablandırmaq istəyirəm. Hava zədələnmişəm mən son birində. Kimin yadına gəlir? Yadımıza gəlir, mən axırıncı və keçən il noyabrın milli komanda sporunda zədələnmişəm. Ondan sonra kimin yadına gəlir ki, mən zədələnəm? Zədədən əziyyət çəkirsən. Yox, sadəcə olaraq mən zədələndim. Yox, müalicə olmadan oyunlara çıxırdım. Müalicə olmadan oyunlara çıxırdım və ona görə də bir zədəldə onu sağalda bilməmişim. Oyun dalbadal, ona görə. Yoxsa belə baxsan, son bir ildə tam tərsinə, yəni o qədər zədələnməmişdim. Çox şükür. Allah bilir, indən nəsə deyəm mənim. Mövsüm başa vuraq inşallah. Millinin də çox vacib oyunları var. Ondan sonra indi baxarıq inşallah. Rəşad, ümumiyyətlə 3 dəfə Pletoz'u 4-cü cəhdə qrupa düşdünüz. 3 dəfə də yenə qrupda gəlsiniz, son turda düzdünüz üçün 4-cü cəhdə bu tilsimi yenə də qıra bilərsinizmi? Nə bilim, çox yaxşı fürsətimiz vardı bu illəri. Çox, yəni bir tur bundan qabaq. Bizə işin lazım deyildi, bizə lazımdır ki, Fiorentina evdə Pauka uçsun. Onunla da hər şey bitəcəkdi. Bu gün bizi tutsaydı da yenə qrupdan çıxırdıq. Rəşad. Amma görürsünüz ki, futbolda gözlənilməz orada nəticə oldu. Biz özümüz çox pis oynayıb məğlub olduq Slovandan oyunu səfərdə. Bəlkə də inşallah gələn qismətimizdə var. Düşünürsən ki, şans ötən turda Çətini çox çətinə salmışdıq. Əsas biz orada öz işimizi çox çətinə saldıq. Xüsusilə də Paukun 93-də vurduğu qoldan sonra
Sadəcə bir dənə diqqətinizə çatdırmaq istəyirəm. 92-15-ci saniyədə bir dənə cərimə zərbəsinə baxın. Yəni necə verilməyən bir epizoddur. Yavını Falcon oyuncusu əllə bir topu önünə atır. Özüm də epizod dünən görmüşəm, biz oyunu analiz edəndə. Çox üzücü bir andır. Florensia'dakı oyunda cərimə zərbəsi xəttin üzərində olacaq. Halbuki oyun onunla da bitəcək. Amma hakim düz gözü qarşıda vermir, əksinə gəlir, gol bir tərəf olur. Halbuki baxsan ki, o cərimə zərbəsi hər şey. Belə o qədər Ya, onu demirəm. Sadəcə olaraq o qədər xırda belə elementlər oldu ki, ümumi nəticəyə təsir edir. Adamın hər şey hamısı üzür. İndi bundan sonra təmiz qol da olursa, bundan sonra önümüzə baxacaqdı. Durub keçmişlə dayanmaq, yaşamaq. Yəni heç kim burada qınamaq istəmir, ya danışılmış olan və yaxud da ki, hakimlər sırf özümüzə günah axtarmaq lazımdır ki, biz mərhələndə Slovana səfər oyunda çox çətinə saldıq. Bu günlərdə cəhd elədik, o səhvi düzəldək, amma artıq düzəldəmirik. Rəşad, artıq 3 ildir, yəni eyni mənzərə yaranır. Son oyunu yox, hətta son dəqiqələrə qalır komandanın növbəti məğlubiyyəti. Yəni nə çatmır, nə düşünürsünüz? Demək ki, ustalığımız hələ o səviyyədə deyil ki, yəni məhz qrupdan çıxmağa deyəkmi, sonra belə həll edici oyunlarda nəticəni özümüzə xeyir olan tərəfə düzəltmək deyim, deyim ki, yəni nəsə çatmır da, nəsə çatmır ki, son nöqtəni qoya bilmirik. Amma belə baxsan, ümumən keçən ilkindən daha çox alırmışıq, 2 ildən də daha çox alırmışıq, 2 qələbə qazanmışıq. Təəssüflər odur ki, demək olar ki, həll olmuşdu, amma ondan sonra hər şey çöndü. Beşdə Slavonla Bakıdakı oyunda verildi. Orada da itkimiz oldu, sonra səfərdə də Slavonla həmən buydu da, yəni danışmaq çox olar, çox şeyləri bu dəqiq qabartmaq olar, amma çox çətin olacaq, amma məcburuq, çünki həm psixoloji, həm fiziki həm bilirsiniz ki, Avroliqə də, Çempionlar Liqinə də yol buradan keçir. Yəni, əgər biz Kələn ildə yenə Çempionlar Liqasında Avroliqdə oynamaq istəyirsə, mütləq köklənməliyik çempionatda. İndi bilirsiniz, 4-də 1 ağır oyun gözləyir bizi. Ondan sonra da çempionatın oyunu var Inter'la. bugün oynamağın final altındayız. Zədə ilə bağlı. Zədəndə hər hansı bir problem yaranmaz. Pisləşmə olmadı, amma vaxtından çox tez oynamışdıq. Riski var idi, çox şükür olsun ki, Allah'a atlatdıq. İndi gələcək oyunlara da baxacaqlar. Kuboka böyük ehtimal buraxacaq, bəlkə çempionat oyununda oynanır. Oldu, sağ olun, çox sağ olun.